Biz ailəliyik, boşanmamışıq, amma yataqlarımızı ayırmışıq. Və bunu elə bir qürurla deyirlər ki, sanki boşanmamaq yalnız sənəd üzərində olur. Ailə içərisində münasibətlərin tam-tamına yerində olması üçün əlbəttə ki, bu nə qədər açıq səslənməsə belə cinsəllik bir o qədər önəm daşıyır. Əgər ailəli olaraq yataqlarınızı ayırmısınızsa, artıq bu o deməkdir ki, emosional olaraq bir-birinizdən qopmusunuz. Çünki ailə olmağımızın təməl ehtiyacı məhz cinsəllikdən keçir. Bu bizim emosional soyumamızın əsas səbəblərindən biridir. Uşaqlara görə, ailəyə görə, kimlərəsə görə, cəmaata görə bir yerdə olmağınız sizin ailəli olmağınız deməkdir. Bu sadəcə sizin şəxsiyyət vəsiqənizdə evliyəm yazılmaqdır. Münasibətləri xilas etmək və ailə bağlarını möhkəmləndirmək isə əlbəttə ki, heç bir zaman gec deyil. Əgər buna qarşılıqlı olaraq istəyiniz varsa və nə isə düzəltmək istəyirsinizsə, o zaman ailə və münasibətlər terapiyası məhz sizin üçün nəzərdə tutulub.